Deyirəm, çoxdandır BYD ilə Xızıya gəlmirik. Bəli. Birinci dəfədir. Allah. Deyirəm, çoxdandır Xızıya BYD ilə gəlmirik. Dedim amma bugün olar. Olar, bəli, BYD və Orxanla, Valid Texnobro Orxan Babayev bugün ümumi bir video çəkirik. Bu ən sevdiyiniz və ya ən sevdiyiniz avtomobillə gəldik Məşhur Xızıya. Qız Dağlarına. İnşallah qəşəng video olacaq. Maraqlı veriş olacaq, əlbəttə ki. Növbəti qonağımız da elə Ayxanın dostudur. Ayxanın İnşallah həm maşını çəkəcək, həm də görək nə aktivite edirik. Getdik. Hal-hazırda Bakıdan çıxırıq. Ona görə bir dənə sıfırlayıram. Polnu çən, benzin elədi, tam çən. Bunu sıfırladıq. Burada da gördüyünüz kimi 2000 kilometr göstərir. Yəni maksimum gedəcəyimiz kilometri 2000 göstərir. Amma realda təbii ki az olacaq. Yəni açığı ilk dəfə görürəm, hətta plug-in hibriddə 2000 rəqəbini. Yəni 1000 neçə olur aydan? 2000 bu artıq, yəni bu level artıq lap istidir. Valid, bir dənə sual verim, sərnişin kimi. Bu askı sistemi sərnişin kimi öz maşını da var, idarə edirsən. Nə düşünürsən bu askı sistemi barədə? Mən də öz fikirlərimi bildirəcəm. Açığı mən dünən internetdə oxuyanda dedilər ki, güya bunlarda askı sistemindən müəyyən qədər şikayətlər var ümumilikdə. Bəli. Açığı ChatGPT-dən soruşdum, bundan nə şikayət ola bilər? Dedilər ki, o da deyir ki, forumlarda bundan yazırlar. Yəni xarici forumlarda falan da var. Amma hələ ki biz indi Bakı-Sumqayıt yolda, düzdür? Bakı-Sumqayıt yolunda biraz yəni dalğavari çuxurlarda, yəni belə çuxur deyil də, bildiyin sadəcə dalğa gedir. Bizim yollarımızda bu adi bir haldır. Ona görə də belə pis deyil, açığı pis deyil. Yəni belə sərtlik yoxdur. Sərtlik yoxdur. Əsas odur. Yəni o zərbəni çox da pis hiss eləmirsən. Onu qəşəng vurğuladım. Yəni belə enişli yoxuşlu yollarda onu biz hiss eləmirik. Amma ki o məsəl üçün belə yollar olur, hansı ki bax indi hiss elədim. Biraz sanki burada artıq bir balaca öz askı sistemi yenə də lap pis deyil. Yəni pis sərt maşınlar var ki, o zərbəni vurur. Düzdür, burada təkərlər rol oynayır. Burada sport təkər deyil deyə. Sən bura biraz sport təkər qoysan, biraz bura böyük disklər qoy, profil aşağı olsun, o zərbə qat-qat çox olacaq. Dərhal sən istəyirsən. Amma yəni belə şəhər sürüşü üçün, normal sürüş üçün bu təkərlər ən normaldır. Yəni onsuz da üstündə gələn təkərlərdir də. Bəli, Neçədir? Zavod 225 65 16 olmalıdır. 65-16. Yəni bildiyin balaca təkər də deyil. Yəni enli təkərlərdir, amma yəni hündürlük yəni adidir. Yəni görüntü üçün olan enliklər var. Yox, o deyil. Yəni görüntü söhbəti yoxdur maşında. O ki qaldı akustik komforta, əgər buna da danışaq. O da pis deyil. Hələ ki düzdür, biz burada indi trasdır, ancaq küləyin səsi gəlir. Yəni təkərin səsi gəlir də. Burada başqa şəhər səsi yoxdur burada. Belə də yəni ortadır. Deməzdim ki azdır, az deyil, var. Normal səs gəlir. Yəni bir qat fişələrdir, yəni abişumka eləməmsən, nədirsə odur da, yəni Çin də xüsusi belə abişumka keyfiyyəti ilə seçilmir, deyim ki, belə Çinin məşhur abişumkası da yoxdur, yəni adi də belə büdcəli maşın üçün məncə adi bir səsdir. Qapıdan pis deyil, qapı normaldır, yəni elə də çox səs-küy gəlmir qapı hissəsindən, amma təkərlərin səsi bəli gəlir. Deməli, burada biz çıxanda, xatırlayırsınızsa 0 kilometraj idi bizdə, elektriklə qət olunan məsafə, amma artıq 30 kilometrə qədər qalxmışıq. Bu da nəyin hesabınadır? Save düyməsini basanda burada 2 dənə mod var. AI və Save. AI o deməkdir ki, özü qərar verir. Özü qərar verir və sənin çox maraqlı bir funksiya var ki, burada deyir ki, sənin sürüşvə uyğun olaraq kombin eləyir, naviqasiya və hətta yaddaşa bilir və təxmin eləyir ki, sən burada misal üçün yolu enişli sürəsən, yoxuşlu sürəsən, o özündə bazada saxlayır bu məlumatları. Çox maraqlı məlumatdır. Düzdür, sürmüşəm, tras yolunda elə də magistral yolda effektiv deyil. 5 litr sərfiyyat olur. Amma save modu ilə indi mən inşallah ki, çəkilişdə də göstərəcəm sonda. Təxminən 4 litr sərfiyyatımız olmalıdır. Görək həqiqətən də 4 litr olacaq yoxsa. Bu da nəyin hesabına? Save-i qoyuruq, 70% zaryatka qoyuruq, artıq 65%-dadır. 70% dolandan sonra burada elektrik vehicle, yəni tam elektrik modda belə moda çeviririk
həmin o 70%-dən 20%-ə kimi tam elektrik kimi yol sürəcəyik. Ki bu da bizə qənaət eləməyə gətirir. Allah, yəni biz öz benzinimizlə özümüzə bir gedə-gedə, yəni yolda gedirik. Bəli. Eyni zamanda özümüzə şarj da veririk və o şarjdan da sonra yenidən istifadə edə bilirik getmək üçün, artıq benzin işlətməmək üçün. Bəli, tamamilə doğru. Texnologiya. Deyirəm, görəm, BYD buradan qalxa bilər. Oradan yox, buradan belə qəşəng qal. Orxan, belə qaldıq. Rahat. Polla belə qalxa bilərik. Qısaldaq da yolda. Dən buradan yol qısadır da. Buradan belə gedirsən. Altı ağaca düşürsən də. Nədir ki? Amma risk eləməyək də, yox, düz deyirsən. Sən qalıb eləyər, obratный üzü. Orxan, bu maşında bu indi bir çoxları deyirlər ki, məsələn bu maşınlarda aşağı qiymətədir, amma hər şey var. Burada nə var? Yəni elektron funksiyalardan. Məsələn görürəm burada 360 kamera yoxdur deyəsən. Yoxdur. Amma mən şəxsən elə bilirdim ki, bunlarda 360 kamera gəlir. O belə bir təəssürat var ki, Çinin hətta ucuz maşınlarında belə güya 360 kamera olur. Yox, və bu BYD-lər də Çanqanlardan fərqli olaraq, yəni A05-dən, o da büdcəli maşındır, bu da aralarında təxminən rəqib maşınlardır da. Bəli, 2000 fərq var. Onlarda olan funksiya nədir? 360 kameradır və əlavə yaddaş kartı Çanqanda taxırsan, qabağını çəkir. Bunda o funksiya yoxdur. Burada ön kamera da yoxdur heç özü. Yoxdur. Öndə kamera. Ön kamera. Burada bir dənə ancaq arxa kameradır. Bəli. Arxa kameranı aça bilirik amma gedə-gedə. Bəli. Burada elə D-pilot var. Orada parking assistə keçirik və reverse view. Bu arxa niyə görə mən istədim ki, bunu açasın bilmirəm də videoda bu görünür yox, amma arxa kamera elə də keyfiyyətli deyil, açığı deyək. Yəni super deyil. Yəni hiss olunur da piksellər falan. Yəni bu 720 burada keyfiyyət olmaz, heç bəlkə də yoxdur. Həm də çünki kvadratdır belə, mən də bu sıxmaq üçün elə bilər. Yaxşı, bu 360 deyilsə bu niyə maşının işarəsi var burada? Bu parktronikləri göstərmək üçündür. Bəli, parkingi var. Parking sadəcə məsafəni göstərir. Bəli. Park radar o deyirik bizə. Park radar burada var, amma yəni sən yanı görə bilməzsən, nə sağa, nə sola, nə də ki qabağa verə bilmirsən. Bəli. Ancaq güzgülər. Bəli. Kasıbsan, güzgüyə bax. Kasıblar güzgüyə baxar. Yox, həqiqətən, amma yəni buna baxmayaraq, yəni indi bir yana qoyaq, aydın məsələ komplektasiya o yoxdur, amma yəni bu kameranın daha yaxşı ola bilərdi. İndi kimsə deyə bilər ki, indi qiymətinə görə nədirsə, şəxsən mən xatırlayıram ki, məsələn Prius'da özünün zavod kamerası var idi. Bəlkə də bundan yaxşı idi. Bəli, bundan yaxşı. Həqiqətən də belə idi ya. Baxmayaraq ki, 20 il bundan əvvəl istehsal olunmuş maşın idi. Bundan 20 il fərqləri. Burada konkret qənaət ediblər. Bəlkə də maşın bazarına satılan o kameralar var. Bəlkə də o kameradan qoyublar, yəni belə baxanda. Çünki mənim maşınımda o kameralardandır və təxminən belə çəkir. Çox geniş bucaqlıdır. Görürsən, hətta nömrəni də salır içinə. Düz. Belə bir də əsasən kimsə xoşlayırsa, həmin o Luku, belə deyim. Luk bu maşınlarda yoxdur. Nə 05-lərdə də var, Destroyerlərdə var. Yoxdur. Nə Gimbus'larda var. Ancaq yüksək komplektasiyada, o da ki daha yəni yüksəkdir. O qiymət fərqi qədər böyükdür. 3000-5000 aralığı bahadır. Amma bu maşın, yəni əsas olaraq ki bu modeldə var da, elə bir opsiya var ki, Luk olsun. Bəli. 360 kamera olsun. Amma bu ən ucuz Çanqanlarda da o gəlir. Amma bunda yox. Yəni Çanqanlarda bazada o var. Bu BYD-lərdə bazada yoxdur. Yox. Orxan, bu səndə bu BYD-dən qabaq hər halda maşın olub və indi də var paralel olaraq. Bəli. Danış görüm nə maşın sürmək hansı maşın sahibləri olmusan o baxımdan təcrübən? Birinci maşın 96-cı ilin Sonatası olub. Yanvar ayının 17-si. Deməli 96-cı ildə yox ha. 96 Sonatası. Məndə olub ondan. Məndə olub. 2 motor mexanik. Məndə avtomat olub, düzən mexanika qədər yox. Mexanik olub. Ondan sonra gəlib. Sadə maşındır, olduqca. Çox. Heç nə yoxdur. Çox yumuşaq. Heç nə yoxdur. Bir də kondisioneri var. Sağda o da varsa var idi. Kondisioneri var, bir də şüşə qaldırıcı var. Başqa heç bir funksiyası yoxdur maşının.
Sonra oldu Priora 2012-dən 2020-yə kimi. Priora sürmüşəm. 8 il sürmüsən. 8 il Sovet Priora. maşını sürmüsən, Rus maşını belə deyək də. Sürmüşəm onu. Ondan sonra Prius 2020-2025. Prius dövrü başladı da artıq. Yəni ölkəmizdə Prius dövrü başladı. Məndə də olub o dövrdə Prius. Biz bir çox maşınları eyni sürmüşük. Amma sənə deyim ki, Prius da başqa bir maşındır ya. Tam başqa. Genişliyi, rahatçılığı, komfortu. Priora'dan düşüb Prius'a mindin. Priora'dan əslində il olaraq düşdüm aşağı. Yox, yəni ki, hansı maşından hansı maşına keçmisən? Hə, Priora'dan Prius'a. Yox, bu xeyli üstünlükdür. Bəli, bəli. Yapon texnologiyası, hibriddir. Nə qədər funksiyası var idi Prius'da. Çox hədsiz. Ondan sonra da 2025-dən də bu gördüyünüz BYD-dir. BYD. Maşın haqqında qısa məlumat ver də. Bu maşının modeli necə gedir dəqiq, yəni texniki xarakteristikalara əsas. BYD, yəni BYD deyək də. BYD deyək. Hə, BYD Build Your Dreams deyəcək. Öz xəyallarını qur. Bəli, markanın açıqlaması belədir. Marka açıqlaması. O internetdə oxuduğunuz sözlər deyil də, o bəyin yaxın dostları falan, yəni o deyil yəni. Bakı yollarına dözümlü. O da var. O da var. Aha, başqa nə? Folklor var. Yox, yox, oynayıb bitirməyəcək. 1.5 başlayaq. mühərrik əladır. Çox gözəl. Hə. Plug-in hibrid ən vacib xüsusiyyətlərdən biri kitabçasında yazılan bu avtomobilləri həftədə bir dəfə minimum şarj olunmalıdır. Hə, o şarj məsələsinə ələ çatmaq istəyirəm. Ona sadəcə əvvəlki o mühərrik nə mühərrikdir? Əmin o elə destroyerlərdə, Gimplasda olan mühərrikdir. Xeyr. Artıq mühərrik dəyişib. Bəli. Ona görə də bu 2025-dən başlayıb istehsala. Bəli. 2025-dən başladı. Təzə modeldir. Lap təzə modeldir. Destrollar misal üçün 92 oktan benzində işləyirdi. Pis yaxşı işləyirdi. Bunlarda 92 yazılsa da daha çox 95-ə meyllidir. Həm də ki mühərrik yeni nəsildirsə, əgər o artıq Avro standartları. Baxmayaraq ki turbo deyil, bir şey deyil. Xeyr. Sadə motordur, sadə atmosfer mühərrikdir. Sadəcə olaraq bunun istədiyi 95-dir. 92-ni vuranda orada müəyyən səslər deyirlərdi. Var. Amma bu onu şeydən çıxarmır ki, bu büdcəli, qənaətli maşının anlayışından çıxarmırmı? Əslində hər gün şarja qoyan adam üçün çıxartmır. Amma yox, şarja taxmayan adam üçün təbii ki, ortada 45 qəpidir, nə qədər fərq vardı 92 ilə. Və çox sürən maşın adam üçün. Çox sürən maşın üçün, bəli. Bu təbii ki, o günləri bir video çəkmişdim. 50 min artıq bu getmiş maşın var taksidə. Aha, bunun artıq 50 min sürülən maşın. Bəli. Yalnız 92-ni istifadə edir. Vay. Hə, yalnız 92-ni istifadə edir. İşləyir, amma səsli işləyir. 92 ilə təbii ki, məsləhət deyil. Amma variant yoxdursa, təbii ki, 92 sürün getsin. Variant deyəndə ki, əgər indi gəlir çataq bunun şarj məsələsinə də. Məsələn, sən əgər buna qənaətli taksi sürürsənsə, yəni qənaətli başqa ən piki, yəni taksidir də. Yəni çünki taksi sürücüləri heç bir halda istəmirlər ki, 95 töksünlər. Heç bir taksi sürücüsü 95 ilə sürmək istəməz. Xüsusilə əgər öz maşını deyilsə. Çünki gəlin olsa ki, əksər hallarda əvvəllər insanlar öz maşını ilə taksi sürürdü. İndi bir çox taksilər, xüsusilə bunların taksi sürənlərin neçə faizi park maşınlarıdır? 99 bəlkə də var. Yəni tək-tük adam bunu alır və özü taksidə sürür. Çünki parklar elə şərtlərlə verirlər ki, sənə öz maşınını almağa heç ehtiyac duymursan, düzdür? Hə, demək olar ki, o mövzularda biraz razılaşmıram. Çünki taksilərdə, onlarda plan deyək də, plan hədsiz çoxdur. Doğrudan sən taksilərlə çox işləyirsən, nə mənada taksilərlə çox işləyirsən? Əvvəl də işləmişəm. Yox, yəni demək istəyirəm ki, özün də taksi işləmirsən. Bəli. Və indi bir çox adamlar ki, xüsusilə bu BYD haqqında videolar çəkirsən, sahibi, sən taksi sürücüləri həddən artıq sənin kanalına çox baxırlar və buna görə də, yəni əminəm ki, auditoriyan çox böyükdür o baxımdan. Ona görə də sənə də çoxlu rəylər gəlir. Nə deyirlər taksi sürücüləri? Taksi sürücüləri sırf taksi ilə bağlı, yoxsa avtomobillə bağlı? Yox, yəni bu maşınların dözümlüyü, çünki artıq indi olmasın lap 25, bunun 24-ünü sürənlər də var, 23-ünü də sürənlər var. Destroyerlardan söhbət eləsək, onlar kifayət qədər dözümlü çıxdılar. Artıq 100 min, 150 min yürüşü olan destroyerlar var. 100%. Bəli. 100 min, 150 min yürüşü olan var və bəzi kommentlər var idi ki, bildirdilər ki, bu heç 100 min getməyəcək. Onlar təbii ki, artıq
heç nə yazmırlar. Bir çox videolar var internetdə ki, baxın, bu Çanqandır, bu təriflərdir, biz BYD-dir, filan qədər sürülüb, çox kiçik probeglər var, nə bilim 10 min, 20 min, 70 min sürənlər var və artıq filan şey filan olub. Yəni belə şeylərlə sən çox rastlaşırsan. Bəli, bəli. Çanqan Yunizə çəkmişdim ki, 600 kilometr yürüyüşdə mühərriki sıradan çıxmışdı. Hə, hətta belə şey də olub. Bunda nə sürətlər qutusudur? Bunda reduktor yoxdur. Variatordur burada. Bunlarda sürətlər qutusu. Bəli, bəli. Bunlar da SVC gedir. Yəni SVC-nin biraz da belə. Bəli, bəli. Belə deyim, Priuslarda gələn korobkalarda SVC-dir. Sadəcə olaraq biraz başqa modifikasiyadır. Bir balaca. Amma Priuslarda da SVC-dir, bunlarda da SVC-dir. Bir balaca düzdür. Kitabçasında açığı DCC yazılıb, DCC. Hay sağ ol. Kitabçasında o yazılıb. Sadəcə olaraq funksionallıq olaraq demək olar ki, eynidir. Demək olar ki. Əsas məsələ yerindən tərpədəndə çox sürət, yəni qaldırmayasan ki, bir çox bizim sürücülər elə sürürlər. Şəhər rejimində, bəli, bəzən svetofordan, bəli, yerindən çox kəskin qalır. Sevmir, konkret sevmir. Sürətlər qutusu deyirsən ki, yəni problemli deyil və necə ki CVT-dir, yəni variatorlarda bu da özünü belə aparır, yəni. Bəli, bəli. Sadəcə olaraq bir dənə təzə nəsil gələndə bunlarda, yenilər gələndə biri gördünüz ki, sürətlər qutusunda yağ az olurdu, ya nəsə olurdu ki, sürətlər qutusu sıradan çıxırdı. Onu yoxlatdırmırdılar. Ona görə də bir çoxları, əksər ustalar da deyir ki, indi ən azı bu artıq dəqiq bilinir ki, Çindən gələn plug-in deyək, xüsusilə elektrik maşınlarda həm sürətlər qutusunun yağını yoxlamaq lazımdır dərhal sürmədən əvvəl. Elektrik maşınlarda isə hətta reduktorun da yağı var. Onu da mütləq, çünki reduktora yağ az niyyəsə tökürlər, yəni normadan aşağı gətirirlər. Niyə? Buradan Çinlilərə üzümüzü tutub deyirik ki, belə şeylərdə adam şey eləməz, nə deyirlər ona? Çin dilində qırsalıq bilməm necədir, nəysə də eləməyin belə şey. Bu maşında batareyalar soyudulur nəyin hesabına? Nəyin hesabına? Havanın hesabına yox. Ayrıca fanı var. Yox, fanı yoxdur. Demək ki, antifrizlə. Yox, o antifrizlə deyil. Antifrizdə başqa maşınlardadır. Bunlarda bildiyimiz kondisionerin friyonu var ha. Onun hesabına. Yəni mütləq şəkildə kondisionerin friyonlarını əsasən də yayda yoxlatdırsınlar hər il. Deməli, kondisionerin soyutmasında, o kondisionerin özünün radiatorunda olan bu qaz, burada da həm də istifadə olunur ki, batareyalarda soyulsun. Bəli, bəli. Friyon məsələsi, mən xatırlayırsan yoxsa, Priuslarda bizdə 400 qram gedirdi friyon. O yadımda gəlir, amma... Amma hə, 400 qramı idi. İnan ki, 2 ilə sürdüm o maşını və bir dəfə də mən friyona əl vurmamışam. Çünki kondisioner super işləyir yəni. Bunlarda 825 qramdır. Daha çoxdur. Bəli, 2 qat. Ola bilər ki, onun necələr kontur deyirlər də ona, onun konturu getdiyi yol daha çoxdur. Batareyalardan keçirsə. Bu dəqiqdir amma da friyondan istifadə. Dəqiq, 100%. Ona görə... İnşallah ki, o təhlükəsizdir də hər halda akkumulyator batareyaların soyutması ondan olmalı. Yəni, o trubkaların oradan keçməsi, yəni... Bu arada, ümumiyyətlə, batareyaların, mən bildiyim qədər, səhvəmsə düzəldirsən, batareyaların soyutması elektrik və ya plug-in avtomobillərdə ən böyük texniki problemlərdən biridir. Teslalarda, misal üçün, antifrizdən istifadə olunur. Batareyalar arasında antifriz mövcuddur. Yəni, bu, onlarda elə soyulur. Bunlarda kondisionerin friyonu hesabına. Ona da mütləq diqqət edin. Ya əsasən bu maşını alanda... O da alanda problem olmur, da qazı az göndərmirlər. Hələ ki elə şeylə rastlaşmamışam. Yəni sən alandan bəri... Bəli. Avtomobil ümumiyyətlə səndə 3 aydır, düzdür? Bu 3 aydır. Hə, yəni bu... Bundan qabaq bir dənəsi də vardı, onu 1 ayda sürdüm. Hə, onu sırf satdığına görə, yəni pul qazanmaq üçün onu satdın? Əslində yox. Sadəcə olaraq eyni anda 3 dənə maşın var idi. Məhəllədə saxlamağa yerim yox idi. Sonra necə oldu? Sonra ucu 2 dənə maşın getdi. O biri maşınları satdın? Bəli. Mən elə bir ki, gözlədiyimdən çox tez gəldi. Hə, sən gözləmirdin ki, sənin eyni anda 3 dənə maşın olacaq. Bəli. Mən gözlədim ki, 2 ay gələcək. Birdən bir 3 maşın olur, deyirsən ki, dostlarımız da gəlir. Yəni, bu avtomobili alanda ən vacib 2 dənə nüans var ki, yoxlanılmalıdır. Bir, kondisioner friyonu, ikinci də ki, sürətlər qutusunun yağı. Ki, qədərində də yoxdur. Sən hamısını yoxlamısan? Friyonu yox. Friyonu yox. Çünki üzü qışdır. Hələ ki sürürsən. Amma yayda mütləq yoxlayacaq. Priuslarda, yəni də arada bir Priuslara xatırlayırıq. 100%. Priuslara siz unudulmamışsınız, narahat olmayın. 20 kuza sürənlər, 30 kuza sürənlər siz ürəksiniz. Hə, deməli onlarda
yayda və ya maşını çox qovsan, hərdən qızma işarəsi çıxırdı, akkumulyatorların qızdırılması söhbətinə. Çünki orada adi hava ilə, yəni havanın gəlişi ilə mən bilən, Cooler orada var. Fan da adi bir fan dururdu da. Yəni o da çatdırmırdı bəzən və o fanlar tutulurdu yeri gələndə, tozlu dolurdu ora. Xüsusilə Amerikadan gələndən heç nəyə dəyişməyən, heç nəyə baxmayan adam çoxlusu da belə sürürdü. Sən də artıq orada çoxdan artıq Spider-Man yaşayır içində. Ona görə də çox adamda, bəzi adamlarda ona görə tutulur, çünki soyutma yaxşı getmirdi, açmalıydın, təmizləməliydin. İndi onlarda bu qızma ən çox maşını çox qovanda olurdu. Destroyer'da və ya bu modeldə, yəni oxşar modellər deyə, ona görə onları da soruşuram. Yəni bu maşınlar qovanda kimi qızma və ya nə bilim nəsə akkumulyatorda problemlər kimi yaşanmır. Lap bu da seal olmasa destroyerlərdir. Aydın. Burada deməli əsas məsələ şarj 10%-dən aşağı düşməsin. Orada qırmızı bir nida var. O qırmızı nidadan, yəni şarjda, bildiyiniz şarjda göstərərəm. Orada o qırmızı xətti keçdisə, maşını avtomatik saxlamaq lazımdır qıraqda ki, özü təzədən bir 20%-ə kimi şarj eləsin. Yəni o hissədə özünü, yəni daxili yanma mühərrik işləsin bir balaca. Bəli. Doldursun zaryadka. Amma Prius'da da belə şey yox idi. Prius'larda bir şkala idi, bilmirəm xatırlayırsan. Bir şkala olub. Yox, o düşmürdü heç vaxt bir şkaladan aşağı. Çünki mühərrik özü işləyirdi. Mən xınalığa qalxanda bir şkalaya düşmüşdüm. Hə, sadəcə mühərrik həmin an əgər yüklə işləyirsə, o artıq şarj etməyə çatdırmır paralel olaraq və batareyada proşivka ilə belə deyək də, zavodla belə kritik hədd qoyuldu ki, necə ki, misal üçün bir çox cihazlarda enerji tükənməsin deyə telefon necə bu energy save moda düşür ha, 10%-dan aşağı, nə bilim, ekranın parlaqlığı düşür aşağı və s. oyunda artıq deməli nəsə olursa, burada da həmin şeydir. Bilirsiniz də, ən çox nə danışırlar BYD avtomobillər haqqında. İndi ona görə Orxana deyim, nə deyir? Orxan, nə danışırlar? Ən çox bilsən də nə danışırlar? Bunların dəmiri, dəmir deyil, kağızdır, kartondur. Əsla, əsla, mən razılaşmıram. Qarmaq toxunan kimi qatlanır. Razılaşmıram. Nə bilim, oturan, söykənirsən, əl, o nəsə xırç elədi. Nəsə xırç elədi. Hər şey planaca getmədi. O həqiqətən mənə demişdi ki, söykənmə, sən can qurbanım, sən söykənmə var idi, bilmirəm, hələ qaranca da maşın. Amma doğrudan, bura əlimi qoydan yaxşı çörədi. O hissəsi doğrudan çox nazik idi. Yəni o hissələri xahiş edirəm. Mən dedim ki, bu maşını bura gətirmişik. Bura keçərsən. Mən dedim ki, mən çıxaram üstünə atlanarım, sən necə gələ qurbandır, mən 100% qarantiya verirəm, heç inandır da, ya belə şey olmuyor. Mən geyrəmi verir, qardaşım. Mənlidir. Belə testlərə boyun olmur amma. Yox, hə, bu maşında əslində 2 dənə crash testinə baxmışam. Tam səmimi deyim. İkisində də manikeni çıxara bilmirlər də maşından yapışıb arasında. Yox, birində 3 ulduzlu, birində 5 ulduzlu. Bir var, indi bir şey də var da, bir səndə Euroncap var. Avropa standartı. Euroncapda mən 5 ulduz gördüm. 5 ulduz. Hətta. Çində isə öz, amma bu maşında yox, Destroyer'ın eləmişlər. Əvvəlki orada 3 ulduz çıxmışdı. 3 ulduz. Nə maraqlı, nə maraqlı. Ona görə bilmirəm. Belə bu maşınları onsuz da, yəni bunlar məsələn Tesla'ya rəqib deyil. Baxmayaraq ki, Tesla dizaynı bir vaz oxşadıblar, o heç də indi kapotu bağlananda lap görünəcək. Amma yəni bu hansısa bahalı maşınlara rəqib də sayılmaz. Niyə görə? Çünki hətta metalın keyfiyyətini bilmirəm, amma yalan deyərdi. Metalın keyfiyyəti orada qalın, nazikdir. Hələ bu çox mübahisəli məsələdir. Yeri gəlmişkən siz necə fikirləşirsiniz? Bunu da şərhlərdə yazın. Funksiyalara görə gördüyünüz kimi elə bax Orxan da maşında danışdı ki, yəni əslində belə müasir görünsə də, amma 800 qram, bəli. Buna baxmayaraq burada bir çox digər müasir bahalı maşınlarda olan funksiyalar yoxdur. Yəni ki, görkəm baxımından maşın tam müasirdir. Yəni tam və bir çox bahalı maşınlardan heç də geri qalmır. Daha açıq deyək də, yəni bu nəyi maşının yoxdur ki, görkəm baxımından, onu deyirəm. Yəni belə ümumilikdə. Amma yəni funksiyonala baxanda, yavaş araşdıranda görürsən ki, hə, müəyyən şeylər burada büdcəlidir. Eləyirlər. İndi metal da bu, metalda qənaət edirlər yoxsa yox, bunu buraxırıq sizin necə deyirlər öhdənizə. Hə, bu da ki, həmin o dediyim 1.5 adi mühərrikdir. Bəli. Tam atmosferdir, yəni turbo falan yoxdur. Bu onun hibrid sistemidir. Inverterdə deyirlər ona. Bəli ki, toku çevirir.
toku bəli, o buradan alan gücü, batareyadan alan gücü ötürür. Və təbii ki, bütün bu maşınlarda olduğu kimi 2 dənə soyutma sistemi olur. Yəni biri yanma, daxili yanma mühərrik, biri də ki hibrid sisteminin soyutmasıdır. Bəli. Sedan olsun, bagajına baxmayasan mümkün deyil də. Bagaj burada böyükdür. Prinsipi Destroyer'da da böyükdür. Bütün bu seriyada böyükdür, dərindir. Bir balaca təkərlərin düzdə arkası çıxır, bir balaca. Amma indi neyini belədir də burada. Bunu bağladıqlarına görə sağ olsunlar, estetik baxımından baxma. Çünki bir çox ucuz modellərdə, ümumiyyətlə büdcəli modellərdə bunu elə belə açıq qoyurlar. Rus maşınları demirəm, o heç o da. Ümumiyyətlə adamı adam yerinə qoymurlar onlar, amma burada yəni bunu bağlamaqları qəşəngdir, səliqəli görünür. Gördüyünüz kimi təkər yoxdur. Yoxdur. Heç Destroyer'lərdə də yox idi. Yoxdur. Bəli. Bu amma deşilən zaman bəli, doldura müəyyən bilirsən. kilometraj, neçəsə kilometr, 30 kilometrə yaxın təxminən onu dolduraraq məsafə qət edə bilirik. Əla. 3 buzaq və lazım olan şeylər. Bir də ki, bu tutacaq bəzi maşınlarda olmur. Olmalıdır əslində. Çanqanda misal üçün A05-də o yoxdur. Çanqana düşman kəsilib belə deyil. Çanqan bizimkindən pisdir. Bu həmişə belə olur da. Yəni Çanqan sahibləri ilə BYD seçənlər bu seçim arasında qalmışdılar alanda. Amma yəni Çanqanı sürənlər bunları bəyənmirlər. Bunları BYD sürənləri. BYD sürənlər də deyir ki, Çanqan belə var, nə olsun bizimkindən biraz bahadır. Ata falan şey orada yox. Bir dənə Çanqanın açığı askı sistemi mənim çox xoşuma gəlir. Bunu deməliyəm. Baxmayaraq ki 17-li disklərdir, bunda 16-lıqdır, amma onunla belə o yumşaqdır. Bəli. Qəşəng görsən, xüsusən də gecə vaxtı. Bu Mercedes sayağı da, o nöqtələr başladı orada eləməyə. Yəni ki bunu elədilər, bu Destroyer'lərdə bu yox idi. Ümumiyyətlə bir balaca dizayn dəyişdi, bir balaca yumru xəttlər oldu. Destroyer'lərdə, Gimplus'larda biraz daha sanki sərt idi. İndi daha yumru oldu. Xalid, biraz ehtiyat səsi haqqında məlumat vermək istəyirəm maşınlarda. Hələ ki elə də çox olmadığına görə ehtiyat səsləri Destroyer'a nisbətən bahadır. Misal üçün faraları 1000 manat, ən ucuzu 850 manata bir dənəsi. Bir dənəsi hal-hazırda o qiymətədir. Düzdür, buferdə gördüyün kimi xüsusi bir nəsə funksiyonalı, yəni buferdə bir də ki radiator barmaqlığıdır belə deyim. Çox şey olmadığına görə ucuzdur. Yəni ucuz dediyim təxminən 400 manat civarındadır. Amma ehtiyat səsləri hələ ki əl çatan deyil. Faralar bunlar nə gedir? Biler gedir yoxsa adi ledlərdir bu? Yox, leddir. Öncə lupalılar bunlar. Lupalı, bəli, lupalı ledlərdəndir. Amma bahadır hələ ki. Hələ ki bahadır və tapılmayandır. Bir var ki, baha olsun tapılır, bir də var ki, yoxdur. Elə ona görə də bahadır. Amma yolda kifayət qədər sahibkarlar gətirirlər. Artıq gəlir, yoldadır. Gəlir, biraz səbirli olsunlar. Biraz istəyən təkər ölçülərində də deyim, əvvəlki, yəni yayda gələn avtomobildə qara disklərdir. Mən fikir vermirsən yoxsa? Yox, fikir vermirəm. Tam qara disklər idi. Çox maşın vidini öldürürdü. Amma bu artıq görsən, yəni iki rənglidir də belə deyək. Həm qara və parıltılı, bəli. 225-60. O gəlir alsaq ki, bu belə deyək də 60 biraz çox böyükdür bunlar üçün sanki, hə? Yoxsa təkərin özünün bir balaca, ya diskin balaca olması biraz görüntünü biraz pozur, hə? 17-li olsaydı daha qəşəng olur. Hə, açığı deyək ki, bu disk bu ölçüdə maşın üçün deyil, yəni. Prius'la müqayisə eləsək, sürmüsən bir ara, qısa müddət Prius'dan istifadə eləmirsən. Səncə o bundan genişdir, yoxsa bu ondan genişdir? Açığı biraz bu buralar çox aşağıdır sanki. Buralar çox aşağı, biraz adamın üstünə gəlir sanki. Amma ümumilikdə deməzdim ki, çox da kəskin fərqlənir. Bir balaca buranın da toneri də çox genişdir, adamın üstünə gəlir. O da var. Yəni deməzdim ki, Prius'dan genişdir. Əyləşdin. Fikir verdin, hündürdə oturursan. Hə, hündürdə oturmuşam, bəli. Arkada Passatka bir balaca daha hündürdür qabaqdan. Bu da yəqin batareya ilə bağlıdır. Arkada batareya var yəqin, ona görə ola bilər. Poldadır. Yəni maşının altındadır. Bildim də, yəni ola bilər arxası bir balaca yuxarıdır və oturacaq da istər-istəməz bir balaca yuxarı qalxır da. Ola bilər elə bir şey. Ola bilər. Sadəcə indi burada amma Prius'dakı kimi burada deyil də, yəni yadındadır Prius'da sizenanın arxasındaydı. Hə. Bunda elə deyil. Bunda maşının altında. Tam altındadır. Hə, o da var. Okey, açığı yaxşı ki burada biraz açıq salondur. Üstünlüyü odur ki biraz geniş görünür. Amma ümumilikdə yəni normaldır da, yəni nə çox da balacadır, nə çox böyükdür. Deməzdim ki, çox gemboldur. Arxada yer bir balaca, yəni büdcəlidir də, yəni
ekonomdur. Belədir. Ekonom sinifidir. Yəni baxmayaq ki, Azərbaycanda taksi servislərində bu maşın bəzən Comfort Plus-da da gəlir az qala. Comfort Plus-da da gəlir mən bilən hətta bu maşınlar. Amma yəni bu maşınlar komfort maşın deyil əslində. Yəni şəhər avtomobilində okey, pis maşın deyil, komfortsuz maşın deyil, amma komfort bir balaca başqa sözdür. Burada gördüyünüz kimi diz məsafəsi var. Burada bir ədəd adi USB və bir ədəd Type-C var. Bu da pis deyil. Balaca bir yer var orada. Ayrıca deflektorlar var burada oturanlar üçün. Yəni isti hava, sərin kondisionerdən havası bura vurulur. Ekonom maşınların bəzilərində bu yoxdur heç. Hə. Belə başqa burada xüsusi bir lüks yoxdur. Belə ekonom materiallar var təbii ki. Məsəl üçün bu tutacaqlar yaxşı olardı ki, metaldan olsun, amma onlar qapının söhbəti açılıb bağlananlardan. Bir çox təzə maşınlarda olduğu kimi artıq plastmasa keçiblər. Yəni qənaət edirlər. Bu plastik yerləri ucuzdur, aydın məsələdir. Amma dəri sayağı elementlər də var, o da var. Yəni yenə də büdcə segmenti üçün pis deyil. Orxan, Çin avtomobillərinin ən böyük şikayət mənbəyi mən deyərdim. Onların bu info sistemlərindən gedir də, bu söhbət multimedia, avtomobilin menyusu, idarə etmədə, yəni çünki burada demək olar ki, düymələr ancaq bir dənə bu buradadır və salam, başqa heç bir demək, dükkanda da var. Yəni burada heç bir düymələr başqa yoxdur. Başqa bir funksiyalar hamısı köçüb bura, düzdür? Avtomobilin idarə etməsidir, onun sistemlərinin nəzarətdə hamısı buradadır, düzdür? Birinci şikayət Çin avtomobillərində dil məsələsində. Aha, bəli. Sillərdə, Çindən gətirilən sillərdə nə dildir? Çin və ingilis dili. Vəssalam, zavoddan budur. Bəli, bəli. Yəni zavoddan rus dilini yazmaq, türk dilini yazmaq, onu əvvəlcədən sifariş eləmək mümkün deyil, elə bir şey. Burada Çin vaxtı söhbəti də var, hə? Var elə bir söhbət? Bəli, bəli. Gələndə avtomobil, misal üçün, Xorqosun, belə deyim də, standart. O şəhərin, hardan gəlib? Çıxan, hələ də oranın havası göstərməlidir. O, yəni, orada ən son... Burada yazıb, Xorqos City-nin havası göstərir. Bunu dəyişmək olmur? Yox. Çünki master account-a yazılmayıb hələ ki bizdə burada. Yəni, bizim... Bu avtomobil, hanqı bu avtomobil? Avtomobil hələ də oradadır. Deməli, bu büdcəli avtomobillərdə də master account söhbəti var. Bəli. Biz Li avtomobili çəkəndə orada olan qeyd olunan ən vacib məqamlardan biri maşının mütləq master account-a bağlanmasına ibarət idi və Li alan şəxsdir ki, mütləq kim alırsa bunu eləyin, çünki sonra nələr baş verir Allah bilir. Ona görə də eləyin. Bu avtomobildə olunmayıb bu. Burada yox, olunmayıb və bu master account bunun elə də bir xüsusiyyəti yoxdur ki, master account yazılandan sonra işləsin. Yəni demək olar ki, tüm funksionallıq burada işləyir. Crash versiyalarını bunu yazırlar. YouTube-un, Waze-in indi gördüyünüz kimi. Başqa nə lazımdır ki, WhatsApp-ı da hətta yaza bilirlər. Yəni başqa nəyə lazımdır? Burada yəni əlavə... Burada əlavə ödənişlə siz yazdırırsınız proqramları. Bəli. Təxminən 30 manat. Bir proqrama. Yox, ümumi yazdırırlar bura və sən artıq bəs bura başqa dil yazdıra bilmirlər? Artıq mən bilən var. Amma türk dili, rus dili var. Mən görmüşəm ki, yazırlar, amma bir balaca səhvlərimizə baxaydı. 100 manatdır, 120 manatdır, nəsə belə bir şey. Onu eləyirlər. Bu avtomobili açığı mən indi son vaxtlar çox belə avtomobilə minmirəm. BYD, Destroyerlərdə çox da getməmişəm. Ona görə də açığı oturduğum maşınlarda sanki monitorlar açığı daha böyük olur. Destroyerlərdə bəli. Destroyerlərdə də böyükdür və ümumiyyətlə bir çox Çin avtomobillərində, yəni buna baxanda bu siyallarda, bu versiyada, yəni Pro olmayan versiyada monitor həm balacadır, həm zəifdir. Ümumi yaddaşı cəmi 16 GB. Destroyerlərdə daha çoxdur. Bəli, çoxdur və o RAM-dır, RAM yüksəkdir orada. Digər də bir dənə də xüsusiyyət var, onun adı yadımdan çıxır, bir də o da yüksəkdir orada. Maraqlıdır, niyə yeni model çıxdı, amma daha aşağı sallar? Downgrade elə, bir upgrade var, bir də downgrade var. Downgrade getdi, konkret getdi. Burada Connection-da adi bildiyimiz Wi-Fi və Bluetooth-a qoşulmadır. Audio-da equalizer-dir. Məsəl üçün, ən vacib olan hissə. Remote burada NFC falan buyla qapıda orada NFC. Əslində o da olmalıdır, amma yoxdur. Olmalıdır, bəli. Məndə məsəl üçün kart gəlmir maşının üstündə. Buradan sifariş verə bilərəm. Amma demək olar ki, eyni qiymət olduğuna görə ondan sonra ikinci açar eləyərəm. Məsəl üçün, NFC yazmaq da 100 manatdır. İkinci açar. Bu arada açar hanı? Açar məndədir. Orada açara baxmaq var. Belə. Bu arada açar
bağlamaq, açılmaq, baqajı 2 dəfə Adi basırsan, açardı, açılır. yəni adi açardı. Bu da amma. uzaqdan işə salmaq. İşə salmaq çox superdir. Çanqanda bu funksiya yoxdur. Hansı? İşə salan kimi avtomatik, gəlmələ yoxlayaq. Bax, belə tutaq ki, bir dəqiqə sönsün. Hə, bu işə salanda işə salır və dərəcəyə qoşur. Bax, avtomatik Klimat yandırır. kontrolu. Çanqanda bu funksiya yoxdur. Çox maraqlıdır. Bax, 24 dərəcəyə qoşdu və mən evdən yuxarıdan 4-cü mərtəbədən xodlayıram, aşağı düşürəm ki, temperatur komfortu Hə, yəni bu şeydə, yəni o funksiya var. Bilmirəm niyə görə Çanqanda bunu qoymurlar. 2025-in avtomobilində niyə o yoxdur? Bəli. Halbuki o bir çox avtomobillərdə var. Heç elə də top premium maşınlarda olmasa da o funksiya var əslində. Deməli, keçib bu displeyin məlumatlarıdır. Bu versiyanın update-idir. Burada applicationların Proqramları haqqında məlumat. Bəli. Və burada da saat və dil dəyişir. Sistem ayarlarıdır bu. Bəli. Okay. Keçirik bura. Burada sırf deməli Electronic Stability Control of sürüşmə. Stabilləşdirmə sistemi söndürə bilərsən. Bəli, söndürə bilirsən ki, istədiyin misal üçün hərəkətləri eləyə bilərsən. Bu da arxa park radar və arxa kamera. Bəli, bayaqlar göstərdi. Əsas məsələlər buradadır, New Energy-də. Burada həmin dediyim o AI Energy Management ki, bu hibrid sisteminin və ya elektrik sisteminin işləyib işləməməsi, necə işləməsini rejimini seçirsən. Tamamilə doğrudur. Bu regeneration, rekuperasiya standart və ya daha böyük rejimdə, o da elektrik avtomobillərin hamısında var. Tamamilə sonra energy display necə göstərir onu deyəsən də. Aha, burada dəyişir. Dəyişdikcə faizlə göstərir ya da ki, neçə kilometr qalıb, hə. Charging settings-də bunu istifadə edirik. Yəni smart charge saat neçəyə şarj olunsun, şarja taxanda. Ha, yəni sən belə deyək də, maşın gəldin evə, axşam saat 8-də taxdın onu ora. Getdin, amma o qoyursan ki, taxsan belə şarj getməsin, hə? Eləmək olur. Şarj həmin vaxt getməsin, o başlasın falan vaxtda şarj etmək. Okay. Rusiyada misal üçün qış, gündüz və gecə limitləri var. Elektrik enerjidən tariflənməsi günün vaxtından asılıdır. Gecə vaxtı ucuzdur, günorta vaxtı pik saatında necə dedilər, o daha bahadır. Ona görə sırf o hissədə bizdə amma onlarda bu sərf eləyər, bizdə fərqi yoxdur. Fərqi yoxdur. Energy consumption, yəni nə qədər sərfiyyatdır, 50 kilometr sonra 50 kilometr falan bu qədər göstərir və historical datalardır burada. Yəni nə qədər keçmisən, nə qədər hal-hazırda sərfiyyat nə qədər olur? Son 3000 kilometrə 4 litr benzin sərfiyyatı var. Mən şarja da taxıram. Bu isə son bayaqlar etdiyəndən sonra neçə 119 kilometrə nə qədər benzin sərfiyyatı olub. 119 kilometrə 7 litr benzinlə biz gəlmişik, amma yuxarı qalxmışıq. Aşağı düşəndə bu təxminən demək olar ki, 2 dəfə aşağı olacaq. Və sən artıq baxın, deməli 6000 ya 3000 də keçmisən. 3000 keçmisən. Bu 3000-də bu avtomobilin ortalama, indi sən əsasən Xızıya gəlmirsən də gündə. Amma şəhər içi qarışıq rejimdə nə qədər olur ortalama? 4 litr. Ha, budur. 4, bəli. Amma burada qarışıq sikli göstərir. Ha da qarışıq ümumi. Mən şarj edirəm. Arada bir elektriklə də gedirsən də. Bəli, bəli. Rulu bir də yüngüllüyünü, yumşaqlığını necədir? Çox yumşaqdır. Çox yumşaqdır. İndi burada bir dənə keçirik. Sport rejim, hə. Sport rejimi. Sükan mexanizm, sport rejim. İndi bir dənə. Hə, ağırlaşdı. Nə qədər fərq elədi. Hə, da yəni ağırlaşdı. Və bu sürət artdıqca adi lap komfortlu da olsa belə ağırlaşır. Çox ağırlar. Bir də ki, baxıram hər şey yaxşı deyə, bəzi düymələri niyə tərcümə eləmirlər, mən başa düşmürəm. Ümumiyyətlə yazılar tərcümə olunmur. Hə, mən bəzilər deyəndə ki, məsələn EV, HEV, yəni hibrid və ya elektrik rejimin çeviricisi niyəsə ingilis dilindədir, yazıblar. Amma məsələn bu nə düymədir? Maşını söndürmək. Start stop. Bəli. Bildiyin start stopdur. O niyəsə işıqlanır ayrıca o. O niyəsə tam Çin dilindədir. Bu rejim nədir? Bu sport və orada ekranda gördüyünüz sport, normal, bu yandadır. Qar, ekonomik. 4 dənə rejim var. Ekosport, normal, ekosport, normal və snowfield. 4 rejimi var da, yəni.
Yəni bu avtomobilin də hansı bir qar rejiminin belə gözləntilər var burada. Yəni yoxlaya bildinmi? Yoxlamışam. Hacı kəndə qalxanda yoxladım. Qar idi, təmiz. Normal göstərdi. Yəni hətta biraz Prius'dan da yaxşı göstərdi. Prius onsuz da elə o da qar maşını deyil. Yəni aydın məsələdir. O ümumiyyətlə qarda sürmək o da risklidir. Prius bilirsən ki, yəni o da bu xüsusi sistemlər orada buks eləməyə qoymur maşını. Ona görə də o özün bilirsən ki, bloklayır, avtomatikdir. Belə dostlar, bugün Xızıya gəldik. Düzdür, nə qar tapa bildik burada. Xızı dağları qarsız qarşıladı bizi. Bir balaca sezon deyil. Amma əsas odur ki, BYD avtomobilini yolda sınaqdan keçirtdik. Onun həm yolda özünü aparmasını, həm dinamikasını, həm özüm də sürdüm bu maşını, həm də ki, komfortunu və bütün funksiyalar haqqında Orxan bizə danışdı. Orxan, çox sağ ol, vaxt sərf elədin. Minnətdaram əzizim. Ümid edirəm ki, bu sənin kanalının izləyiciləri üçün də maraqlı bir kontent oldu. Ümid edirəm, bəli. Sizə də ayrıca təşəkkürlər. Yaxşı reaksiyalar gözləyirik sizdən. 100%. Kommentlər, likelar, yeni abunəliklər gözləyirik. Var olun, minnətdaram. Əziyyət çəkdik hamımız. Yəni təşəkkürlər sizə. Hilal da çox sağ olsun. Hilal qardaşımız sağ olsun, operator, montaj. Amma gördüyünüz kağıtdan o bizimlə yeyir də. Yəni orada yazmayın ki, orada Hilal'a heç vermədiniz, elə özünüz bastınız. Yəni belə şey yox idi yəni. İnşallah davamlı olsun. Hə, və növbəti videolarda bəlkə belə bir bizim cüt olaraq, duet olaraq video çəkməyimizi istəyirsinizsə, yenə də təkliflərinizi açıq necə deyirlər. Təbii. Belə, təşəkkürlər. Sən də xeyirli, uğurlu sür. O gün olsun ki, 100.000 sürəsən və biz də artıq 100.000-də bu maşının özünü necə hiss edir, necə aparır, bax o videonu çəkək. İnşallah, inşallah. Təşəkkürlər. Bu kreslolarda. Sağ olun. Gözəl hava. Xızıya getdik, gəldik. Ümumilikdə sürdüyümüz kilometraj 224 kilometr oldu və ekran göstərir ki 10 litrə yaxında, 10,1 litr benzin sərfiyyatımız oldu. Amma realda 10,5. 7, 10,5. 5 ASA. Yəni ekranla, buradakı məlumatla real sərfiyyat təxminən 400 qram, 500 qram fərq elədi. Düzdür, yolda qaydanda kifayət qədər güclü tıxaca düşdü. İndi hal-hazırda da görsənir. Yarım saatdır ki, biz güclü tıxaclardayıq. Yəni bu biraz az ola bilərdi əgər tıxac Az ola bilərdi, hə. Amma yenə də 10 litrlə Xızıya gedib gəlmək məncə əla göstəricidir. Bir də hər ehtimala qarşı bir dənə 10,5-i real sərfiyyatı da bölüm 224 kilometrə. Real sərfiyyat 4,6 litr hər 100 kilometrə. Okeydir. Məncə 5 litrə qədər çatdırmaq pis deyil. Pis deyil, hə? Pis nəticə deyil, yəni normal nəticədir. Rahat. Amma yəni tam tokla çıxsaydıq bir balaca daha da az ola bilərdi, düzdür? Təbii ki, hə. Yəni əvvəlcədən maşını evdə şarj eləsəydin. Hə, bir də bu kilometrajı da göstərir 2000 kilometr. Yenə də yəni o Bakıda oldu 2000 kilometr. Tam full və 0 kilometraj. Necə Bakıdan çıxdıq, elə də Bakıya çatdıq. Yəni real sərfiyyat budur. Budur.